Salam, bu günləri biz 23 noyabrda keçirilən OTK sınağının suallarına, yalnız qrammatika suallarını nəzərdən keçirdəcəyik. Birinci sual. Həmin elmi kütləvi ədəbiyyatlar bir çox adamları nadanlıqdan xilas edib cümləsindəki morfoloji təhlili ilə bağlı doğru fikirdir. İlk iki söz eyni nitq hissəsinə aiddir. Həmin əvəzlikdir, elmi kütləvi isə sifətdir. Əşyanın adını bildirən sözlər ismin eyni halındadır. Ədəbiyyatlar və adamları sözüdür. Ədəbiyyatlar adlı haldadır, adamları isə təsirli haldadır. Cümlədəki sifət və say eyni suala cavab verir. Ümumiyyətlə, elmi kütləvi hansı sualına cavab verir? Amma saylardan yalnız sıra sayı hansı sualına cavab verə bilər. Ona görə də bunu yanlış götürürük. Bütün isimlər konkretdir. Burada nadanlıq ismi var, konkret deyil. Cümlə sifəti əvəz edən sözlə başlayır. Bəli, həmin əvəzliyi sifəti əvəz edib. Cavab E variantı. İrəli getmək ifadəsi məcazi mənada hansı anlamdadır? İrəli getmək, inkişaf etmək deməkdir. Adi dərəcədə olan və keyfiyyət bildirən sifətləri müəyyən edin. Açıq qəlbli keyfiyyət bildirir. Tünd xasiyyət keyfiyyət bildirir. Tünd qırmızı əlamət, açıq sarı əlamət, qara buğdayı əlamət bildirir. Hansı bəndlərdə hal şəkilçisi qəbul etmədən də sahiblik bildirən isim var? Burada sahiblik sizi yanıltmasın. Yəni demək istəyir ki, yiyəlik hal. Yiyəlik hal şəkilçi qəbul etmirsə, demək ki, qeyri-müəyyən yiyəlik halda söz axtaracağıq. Qütb ulduzu qeyri-müəyyən yiyəlik haldadır. Mən danışanda yiyəlik hal yoxdur burada. Kür çayı qeyri-müəyyən yiyəlik haldadır. Körpə səsi qeyri-müəyyən yiyəlik haldadır. Sadəcə körpə sifətdir, amma bizdən isim istəyirdi ya, bunu götürmürük. Şəklin əlamətləri yiyəlik haldadır, amma qeyri-müəyyən yiyəlik halda deyil. Cavab 1-4-dür. Tələffüz formasında verilən hansı söz yerinə görə sifət və isim kimi işlənə bilər? Sirli sözü iki cür yazılır. Bir, sirli, bir də onun sirri və yaxud da sirri kiməsə vermə. Ya mənsubiyyət və yaxud da təsirli hal şəkilçisi də ola bilər. İki cür fikirləşilə bilər. Burada isimdir, amma burada sifətdir. Deməli, iki cür bunu başa düşdük. İkinci söz başdı sözüdür. Başdı sözü də həm isim, həm də sifət kimi düşünülə bilər. Nə zaman başdır desək, başdır dır şəkilçisi ilə onda olur isim. Nədir? Başdır. Amma başlı desək, sifət olacaq. Bunu da iki cür başa düşmək olar. Sonra böyük sözü elə bir cürdür, bir cür başa düşülür. Buruq sözü iki cür başa düşülür. Bir neft buruqları isim kimi, bir də buruq saç sifət kimi başa düşülür. Cavab oldu 1, 2 və 4. Hansı nümunədə bütün sözlərin yazılışı düzgündür? A variantında səhv yazılan söz məğlubiyyətdə 2 var. Təcrübə bir eynəkdir, eynəkdir olmalıdır. D variantına baxsaq, orada səhv sözü səhv yazılıb və ehtiyatlı sözü bir y ilə yazılır. Cavab isə olur C variantı. Bütün sözlər orada düz yazılıb. Uyğunluğu müəyyən edin deyir. Birincidə axtarırıq. Hecalardan biri yalnız saitdən ibarət söz olanı. Sehirli burada yoxdur. Bədii var. Deməli, B-ni bura yazacağıq. Elanlar burada da var. C-ni bura yazacağıq. Və xoşbəxt yoxdur, sərt yoxdur. Və səs artımı ilə deyilən sözdür deyirsə, sehirli. Burada H və R arasına İ hərfi artırırıq. Ona görə də burada A olacaq. Cavab 1, B, C, 2, A, B variantı olur. Uşaqlar burada kimsəni görmədilər cümləsindəki əvəzliklə bağlı doğru fikirdir. İsmi əvəz edib, bəli, ismi əvəz edib, adlı xalın sualına cavab verir. Xeyr, kimi görmədilər, adlı xalın sualına cavab vermir. Aid olduğu halın bir forması var. Xeyr, qeyri-müəyyən təsirlik və təsirli hal olur. Təsirli haldadır, bəli, təsirli haldadır. Cavab 1, 4. Daha sonra keçdik o birisi suala, 9-cu sual. Aha. Deməli, onda sözü kontekstə görə o vaxt sözünün yerində işlənə bilər. Bəli, bu doğru fikirdir. İndi biz buna uyğun doğru fikirlər axtaracağıq. İsimləşmiş say kimi işlənə bilər. Bəli. Qeyri-müəyyən say kimi də işlənə bilər. Xeyr. Əvəzlik kimi işlənə bilər. Bəli. İsim kimi işlənə bilər. Xeyr. Cavabımız 1, 3D variantı.
Hansı cümlədə bu əvəzlikdən sonra vergül qoyula da bilər, qoyulmaya da bilər? Bu ən sevdiyim. Bilirik ki, kim nə sualına cavab verirsə, özündən sonra isim, sifət, say, zərf, modal söz, nida gəlirsə, fe'li sifət gəlirsə, orada vergül qoyulur. Burada bax köməkçi nitq hissəsi gəldiyinə görə burada vergül qoyulmamalıdır. Bu qəsəbədə və kimlə sualına cavab verməlidir. Bu qəsəbədə yaşayıram, hansı qəsəbədə yaşayıram? Bura kim sualı verə bilmirsiniz? Bu sənə göndərilib, nə sənə göndərilib? Məsələn, hansı sənə göndərilib deyə bilmədiyimizə görə iki cür işlənmir. Bu poema Nizaminin şah əsəridir. Hansı poema? Nə poema demirik, hansı poema deyiriksə burada da yoxdur. Amma D variantında bu məktəbin uğurudur deyirik. Bu, nə, bu məktəbin uğurudur. Burada vergül qoyulur daha doğrusu və deyəndə ki, bu məktəbin uğurudur. Hansı məktəbin uğurudur deyəndə burada vergül qoyulmur. Cavab D variantıdır.